izahlarına bugün baxacağıq. Baxaq, Boyle-Marriott qanunu. Boyle-Marriott qanunu izotermik prosesdir. Yəni, burada T konstant qalır. Cavab olur A. P1, V1, P2, V2-yə bərabər olur. Cey-Lussac qanunu. Cey-Lussac qanunu isə izobar, yəni P-nin konstantı olduğu qanundur. PV bərabərdir T-yə. Bu da P konstantdırsa, V bölünsün T və yaxud T bölünsün V. Fərqi yoxdur. Bunlar hər ikisi sabit qalacaq. Cavab olur B variantı. Baxaq 3-ə. Hansı tənlik vermişlər? İdeal qaz üçün Şarl qanununu uyğun gəlir. Şarl qanununda isə V konstant olur. Yəni PV bərabərdir T-yə. Burada V sabit olur. Yəni P1 bölü P2 T1 bölü T2-yə bərabərdir və yaxud da belə deyə bilərik. P1 T2 P2 T1-ə bərabərdir. Bu da E variantında verilibdir. Baxaq 4-ə. Sabit temperaturda termodinamik sistemin halının dəyişməsi prosesi necə adlanır? Sabit temperaturdadırsa, bu olacaq izotermik proses. Hansı prosesdə vermişlər? İdeal qazın temperaturu artır. Temperaturun artması üçün, baxaq. Birinci, izobarik sıxılma. Baxın, PV bərabərdir T yazıram. İzobar olduğuna görə P sabitdir. Sıxılma dediyinə görə burada həcm azalır. V ilə də T düzüm tənasibası olduğuna görə temperaturda azalır. İzotermik genişlənmə. İzotermik sözü varsa, burada avtomatik görürük ki, T konstant qalır. Sonra izobarik soyma. Yenə yazırıq. PV bərabərdir T. İzobarik sıxılma, izobarik soyma. Bunlar eyni şeylərdir. Yəni, buranın hər ikisində də P sabit qalır. V ilə T isə azalır. İzobarik genişlənməyə baxaq. İzobarik genişlənmə. İzobarik genişlənmədə isə yenə PV bərabərdir T yazırıq. İzobar dediyinə görə P sabitdir. Genişlənmə olduğuna görə həcm artır. Ona uyğun olaraq temperaturda artır. Cavab olur D variantı. Gəlin Y-yə də baxaq hər ehtimala. PV bərabərdir T. Bu dəfə izoxorik soyma deyilir. İzoxor olduğuna görə V sabiti, soyma olduğuna görə temperatur azalır. Ona uyğun olaraq təzyiq də azalır. Hansı prosesdə vermişlər? İdeal qazın təzyiqi artır. İzobar olduğuna görə burada P konstantdır. Sabit qalacaq. İzotermik sıxılma. PV bərabərdir T. İzotermik dediyinə görə T sabitdir. Sıxılma dediyinə görə V azalır. V azalır. Sıxılma dediyinə görə təzyiq isə artır. Məndən qazın təzyiqinin artmağını soruşur. Cavab olur elə B variantı. Gəlin digərlərinə də istəyirsinizsə baxaq. Məsələn, baxaq. İzotermik genişlənmədirsə T konstantdır. T konstantdır. Genişlənmə olduğuna görə V artır, P azalır. İzoxorik soymada V konstant qalır. Soyma olduğuna görə temperatur azalırsa, deməli, təzyiq də azalacaq. İzobarik soyma deyəndə isə P konstant qalır. P konstant qalır, V azalır, T azalır. Amma məndən təzyiqin artmağını istəyirdi, o da izotermik sıxılmada mümkündür. Vermişləri ideal qaz izotermik sıxılarsa, izotermik T konstantdır. Sıxılma dediyinə görə V azalır, V azaldığına görə də P artır. Burada nə deyir? Təzyiq artır, bəli. Sonra baxaq 8-ə. İzobar sıxılma zamanı vermişlər. İdeal qazın həcmi 2 dəfə azalarsa temperatur necə olacaq? PV bərabərdir T-ni tez yazdıq. İzobar dediyinə görə V sabitdir. Həcmi 2 dəfə azalırsa V ilə T düz asıldığında mənim temperaturum da 2 dəfə azalacaq. Verilmiş kütlərin ideal qazın mütləq temperaturu izobar prosesdə 5 dəfə artırsa həcm necə dəyişəcək? İzobardır. P sabitdir. Deməli, temperatur 5 dəfə artsa, V ilə T düz asıldı. Onda V də 5 dəfə artmış olacaq. Cavab A variantı. Baxaq ona, vermişlər ideal qazın izotermik genişlənməsinə. İzotermik dediyinə görə T-ni konstant götürməliyəm. Genişlənmə olduğuna görə V artmalıdır, P azalmalıdır. İndi görək, harada var? Burada V sabit qalıb, V sabit qalıb. Burada T sabitdir. C variantında T sabitdir, V artır. Bəli, mənim cavabım bu olacaq. D variantında T sabitdir, amma V azalır. Olmur. Burada isə V ilə T düzü, burada isə P konstant qalıb. Y variantında. Olmayacaq cavab C variantıdır. Hansı qrafik vermişlər ideal qaz üzərində aparılan izotermik prosesi uyğundur? İzotermikdirsə T sabit qalmalıdır. Bu da A variantındadır. Qrafik əsasən izoxor proses. İzoxordursa V sabit qalmalıdır. Bu da C variantında verilib. Deməli, izobar proses. İzobardırsa P sabit qalmalıdır birincisi. 4 avtomatik getdi işinə.
Çünki burada P-nin T-dən asılılığı düzmü tənasibdir. O da V sabitdir. 4 getdi. Ondan sonra baxaq. Birinciyə. P ilə N, N ilə T tərsdir. Bax, P NKT-dir. N ilə T tərsdirsə yan-yanadır. Onda burada P sabit qalıb ki, bunlar bir-birinə tərs asılıdır. 2-yə baxaq. PV bərabərdir T-yə. V ilə T düz asılsa, deməli burada P sabit qalıb. Bu da düzgündür. Sonra 3-ə baxaq. P bərabərdir rho RT bölünsün M-ə. Rho ilə T yan-yanadılar. Tərs asılsa, deməli burada P sabit qalıb. 1, 2, 3 cavab olur C variantı. Sabit kütləli ideal qaz üçün izobar proses. İzobar isə P sabit qalmalıdır. Bu da B variantındadır. Qrafiklərə əsasən təzyiqləri müqayisə edin. Baxın, PV nəyə bərabərdir? T-yə. Buradan P-ni tapsaq, T-ni V-yə bölməliyik, düzdürmü? T-ni V-yə bölməliyik. Ona görə T-yə yaxın olan daha böyük olacaq. Ona görə 3 böyük 2-dən, o da böyükdür 1-dən. Cavab B variantı. Baxaq 16-ya. Vermiş kütləli bir atomlu ideal qazı izobar qızdırdıqda. İzobarsa mənim P-imiz deməli nədir? Sabitdir. Qızdırmışamsa temperatur artır, həcm artır. Deməli, həcm artdığına görə sıxlıq azalmalıdır. Görək hansılar verilib. Qazın sıxlığı artır, yox. Qazın sıxlığı azalır, bəli. Sıxlıq dəyişmir, yox. Qazın həcmi artır, bəli, həcm artır. Qazın həcmi azalmır, həcm dəyişmir, yox. Cavab elə 2 və 4 olacaq. Vermiş kütləli bir atomlu ideal qazın sabit temperaturda həcmini azaldanda T-ni konstant saxlamışıq. T sabitdir. Mənim həcmim azalırsa təzyiqim artmalıdır. Həcmim azaldığına görə konsentrasiyam da artmalıdır. Konsentrasiyam artacaq. Təzyiqim isə artacaq. Cavab 1 və 6. İzotermik prosesə uyğundur. İzotermik isə T sabit qalmalıdır. Bax, burada məsələn P-nin T-dən asılığı düzdür. Burada V sabitdir. Ona görə məndən izotermiki soruşduğuna görə bu olmur. P-nin T-dən asılığı baxın, T sabitdir. İzotermikdir. Burada N sabitdir. N sabitdirsə V də sabit qalır. Bu izoxor prosesdir. Bu da olmayacaq. Sonra burada P bərabərdir NK-T-yə. Əgər P N-lə düz asılıdırsa, burada T sabit qalıb. Yəni izotermik prosesdir. Sonra PV ilə tərs asıdır. PV bərabərdir T-yə. T sabit qalanda P ilə və yan-yanada tərs asılı olur. Baxaq 6-ya, burada isə P sabitdir, izobardır. Ola bilməz. Cavab 2, 4 və 5 olacaq. B variantının izahlarına. Qapalı qabdır. Bax, qapalı qab sözündə gördüyünüzsə tez V-ni konstant götürün. İdeal qazın temperaturu 1,3 dəfə artıranda təzyiq necə dəyişəcək? Baxın, PV bərabərdir T-yə. Qapalı qabdır, V-mi sabit saxladım. İndi temperaturum 1,3 dəfə artıbsa, P də ondan düz asılı olduğuna görə o da 1,3 dəfə artır. Bu da 30% artma deməkdir. İdeal qazın temperaturu 600 Kelvindir. Bu qazı soyutduqda molekuların irəliləmə hərəkətinin orta kinetik enerjisi 2 dəfə azalır. Temperatur nə qədər olar? Baxın, kinetik enerji 2 dəfə azalıbsa, kinetik enerji yalnız temperaturdan asılıdır. Mənim kinetik enerjim 2 dəfə azalıbsa, temperaturum da 2 dəfə mütləq şəkildə azalıb. Düzdürmü? Deməli, mənim temperaturum 600-dürsə 2 dəfə azalır, olur 300 Kelvin. Cavabı da məndən Selsi ilə soruşur. Ona görə 273-ü çıxıram. Olur nə? 27 Selsi. B variantı. Sabit həcmdə verilmiş kütləli ideal qazın mütləq temperaturu 200% artanda təzyiq necə dəyişəcək? PV bərabərdir T-yə. Sabit həcm sözü varsa, tez V-ni sabit saxlayın. Temperatur 200% artmaq o deməkdir ki, əvvəl 100 imiş, 200 də artıq olub 300. 100-dən 300-ə gəlibsə nə qədər artıb? 3 dəfə. Neçə artıb? 3 dəfə artıb. Buna uyğun olaraq təzyiq də 3 dəfə artacaq. Çünki V sabit olanda düz asılıdırlar. Sabit təzyiqdə tez P-ni konstant saxladım. Və 47 sezondakı belə bir aslıq yazaram da düzüm tənasib V1 bölü V2 T1 bölü T2-yə bərabərdir. İndi bax, mənim V1-im nə qədərdir? V1-im 4-dür. V2-im 47-dir. Bunu da çevirsək, V2-im məndən soruşur. T1-im nə qədərdir? 47-dir. Onu da Kelvinə çevirək. Olacaq 320. Gerisi olacaq 360. Buradan V2-ni də tapıram. 4 vur 360 bölünsün 320. Bu da mənə verəcək 4,5-i. Deməli, əvvəl 4 imiş, sonra 4,5 olub. Nə qədər artıb? 0,5 litr artıb. Baxaq 5-ə. Sabit həcmdə vermiş kütləli ideal qazın mütləq temperaturu 50% azalanda təzyiq necə dəyişəcək?
düz asılıdırlar və sabit isə P ilə T düz asılıdır. Temperatur 50% azalmaq o deməkdir ki, 2 dəfə azalıb, onda P də 2 dəfə azalacaq. Cavab D variantı olur. Verilmiş kütləli ideal qazın təzyiqi 100 kilopaskaldan 200 kilopaskala qədər artıbsa, həcm necə dəyişəcək? Baxın, PV bərabərdir T-yə. Temperatur sabitdirsə, P ilə V yan-yanadırsa tərs asılıdırlar. Deməli, mənim P-im 100-dən 200-ə gəlibsə, 2 dəfə artıbsa, həcmim də 2 dəfə azalıb. Bu da deməkdir ki, yəni 50% azalıb da B variantı. Sabit temperaturda ideal qazın həcmi həcm 50% azalarsa, yəni 2 dəfə azalarsa, bu zaman təzyiq 2 dəfə artmış olacaq. 100% artacaq da, yəni 100 imiş, 100 də olub, yəni 200 olub, yəni 100-dən 200-ə gəlibsə 2 dəfə artıb. Faizlə istəyir də bizdən cavabı. Bağlı qabdırsa avtomatik tezliyini konstant yazın. Temperatur 200 Kelvin artıranda onun təzyiqi 50% artır. İlk temperatur nə qədərdir? Baxın. Temperatur 200% artırır. Yəni T2 bərabərdir T1 üstə gələ 200. Onun təzyiqi 50% artdı. Bu deməkdir ki, 100 imiş, olub 150. 50% artıb da. Bu da 1,5 dəfə artmaq deməkdir. İlk temperatur V sabit isə P ilə T düz asılıdır. Bunda P1 böl P2 T1 böl T2'ye bərabərdir. P1 1,5 P1 T1 bölünsün T1 üstə gələ 200. İxtisar getdi. 1,5 T1 bərabərdir T1 üstə gələ 200'ə. Deməli T1'i keçirdək bura. 0,5 T1 bərabərdir 200'ə. Buradan da T1'i tapıram nə qədər eləyir? 400. Kelvindən tapdım da mən cavabı. Məndən Selsidən istəyir. Selsidən istəyirəm də 400-dən 273-ü çıxacam. O da 127 Selsidir. Baxaq 9-a. 77 Selsi temperaturda qabdakı qazın təzyiqi 50 kilopaskaldır. Qabda qazın yarısı buraxıldıqdan və temperatur 7 Selsiyə kimi azalandan sonra qazın təzyiqi. Bax, birinci 77 Selsidir. Təzyiq də nə qədərdir? 50 kilopaskaldır. Kelvinə çevirək tez. 273 üstünə gəlsə 350 Kelvin. Digər 7 Selsiyə qədər azalıb. Deməli T2 də olub nə qədər? 280 Kelvin. İndi deyir qabdakı qazın yarısı buraxılıb və bağlı qabda deyə V konstantdır. Bunu deyim. Sonra deməli indi qabda müəyyən qədər qaz var imiş. Sonra onun yarısı buraxılıb. Gəlin elə sadə üçün yazaq ki, başlanğıc altı tutalım 2M imiş. Sonra yarısı buraxılandan sonra M qalıb. Biz də bilirik ki, PV nəyə bərabərdir? Nü R T'yə. V sabitdirsə, gəlin qoyaq yerinə. Deməli, 50 V bərabərdir. Deməli, gəlin belə eləyək də, bu nünün yerinə birincidə 2M-də əvəzləyir, yazıq 2 nü. Elə 2M-i 2 nü kimi götürək. Nü R vurulsun 280. Daha doğrusu 350. 350. İxtisar getsə burada qalır 7. Onda V nəyə bərabər olur? 14 nü R-ə. Bunu əvəzlədik. İndi sonra digərinə keçək. P2V məndən P2-ni soruşur. Bərabərdir. Nü R vur 280. Düzdürmü? Baxın, burada nü R'in yerinə V böl 14 yaza bilərəm. Bu nü R'in yerinə V böl 14 yuxarıdakı kimi vurulsun 280. İxtisar gedəndə nə qalacaq? 20V. P2V də 20V'yə bərabərdir. V'lər də ixtisar getsə P2-ni avtomatik tapıram ki 20 kilopaskaldır. Cavab B variantı qəşəng məsələ idi. Sonra baxaq ona. Onda bizə nə deyir? Verilmiş kütləli ideal qazın izobar genişləmə və izobar sıxılma prosesləri. Deməli, gəlin bir araşdıraq hamısını. Baxaq izobar genişlənmə. İzobar genişlənibsə P konstant qalıb. Genişlənmə olduğuna görə V artıb, T artıb, V artdığına görə də ρ azalıb. İzobar sıxılma. Yenə P konstantdır. Sıxılma olduğuna görə V azalıb, T azalıb. V azaldığına görə də ρ nə olub? Artıb. İndicə baxaq. Qazın sıxlığı artır hansında? Genişlənmədə. Daha doğrusu sıxlıq artıb sıxılmada. 1 getdi bura.
Sonra sıxlıq azalıb. İzobar genişlənmədə 2 getdi bura. Təzyiq dəyişmir hər ikisində, çünki izobar proseslərdir. Və qaz moleküllərinin orta kinetik enerjisi artır. Orta kinetik enerjinin də artmağı demək ki, temperatur artıb. Bu da izobar genişlənmədədir. 2, 4, 3, 1. B variantı. Deməli, yenə eylənmə diaqramı izobar qızmadırsa P konstantdır. Yuxarıdakı nədir? Sadəcə burada qızma, burada soyma yazılıb, eyni şeydir. Qızma olduğuna görə V artır, T artır, Rho azalır. Eyni şəkildə P konstantdır. Soyma olduğuna görə V azalır, T azalır, Rho isə artır. Sıxlıq artır soymada, azalır qızmada. Ondan sonra qaz müsbət iş görür. Müsbət iş görməsi üçün həcm artmalıdır. 3 gedəcək ona görə qızmaya. Çünki burada həcm artır. Düzdürmü? Sonra təzyiq dəyişmir. 4 getdi bura. Daxili enerji azalırsa, deməli, burada temperatur azalıb. 5 də getdi bura. Daha harda verilib? B variantında verilib. Baxaq 12-yə. Vermiş kütləli ideal qaz izoxor qızır. Aşağıdakı qrafiklərdən hansı qazın təzyiqinin mütləq temperaturun asılılığına uyğundur? İzoxordursa V konstantdır. V konstantdırsa P ilə də T düz mütənasib asılıdır və nə olur? Artır. Bu da A variantının. Daha doğrusu A-da yox, B-də verilib. Baxın burada. Xət bu şəkildədir, artır. İzoxor qızmasına uyğundur. İzoxordursa V konstant qalmalıdır. V konstant qalmalıdır. Qızma olduğuna görə temperatur artır, ona uyğun təzyiq də artır. C variantı. İzoxor qızmaya uyğundur. İzoxor qızmadırsa V konstantdır. V ilə paralel Rho da konstantdır. Düzdürmü? Baxın, P də bərabərdir. Rho RT bölünsün M-ə. Əgər mənim Rho'm sabitdirsə və qızma dediyinə görə T artırsa, ona uyğun P də artmalıdır. Rho sabitdir, P isə artmalıdır. Bu da B variantındadır. Deməli, sabit kütləli ideal qazın təzyiqinin həcmindən asılılıq qrafiki verilmişdir. Hansı qrafik buna uyğundur? Baxın, 1-2 prosesində görürsünüz ki, əyridir. PV ilə əyridir. Tərs mütənasib asılır. Deməli, burada T konstant qalıb. Mən T-nin konstant olduğu variantı seçirəm. V nə olur? V getdikcə artır. T konstantdır. Bu da A variantındadır. Baxın, T konstantdır, V isə artır. İndi baxaq bu prosesə. Burada V konstantdır. P artır. P artdığına görə V konstant olduğuna görə P artırsa T də artır. Deməli, mən V-nin konstant olduğu, T-nin isə artdığı variant seçməliyim. O da C variantıdır. Baxaq bu prosesə. T konstantdır. T konstantdır. V azalır. V azalırsa P artır. İndi molekulların orta kinetik enerjisi temperaturuna düz asılır. Onda mən T sabit olduğuna görə YK-nın da sabit olduğu variantları seçməliyəm. Ya A-dır, ya B-dir. Bizə dedik, burada P artır. P artırsa cavab olur B variantı. Deməli, baxaq 18-ə. Qrafikdə təsvir olunmuş proseslərin hansı izobar qızmaya uyğundur? İzobar olması üçün P konstant olmalıdır. Qızma olması üçün T artmalıdır. Bu da 1,6-dadır. 19. Hansı qrafik sabit kütləli ideal qazın izotermik sıxılmasına? İzotermik isə T-ni konstant saxlayıram. Sıxılma dediyinə görə V azalır, P isə artır. T-nin konstant olub, P-nin artdığı variant. O da 1,2-dədir. Baxın, T konstantdır. P isə artır. Deməli, izoxor soyma. İzoxor soymadırsa, burada V konstantdır. V konstantdır. Düzdürmü? P də, T də azalmalıdır. Bu da baxın 5-də verilib. 1,5. Deməli, izotermik genişlənməyə uyğundur. İzotermik genişlənmə deyirsə, birinci burada T-ni sabit saxlamalıyım. Ya 1,3-dür, ya 1,6-dır, baxın. Və izotermik genişlənmə dediyinə görə V artır, genişlənmədir. P azalır. Ona görə 1,6 olacaq. 21 oldu, Y variantı. Deməli, bir araşdıraq. 1-2 prosesinə. 1-2 prosesində P sabitdir. P sabitdirsə, baxın bu. P sabitdir. Deməli, bu izobar prosesdir. Və T azalır. T azalırsa, onda V də azalır. Çünki düz asıdlar. Bu olacaq sıxılma. Bəli. Düzgün verilibdir.
1-3 prosesinə baxaq görək. 1-3-də T sabitdir. Baxın, T sabitdir. Deməli izotermik prosesdir. Və P artırsa, burada V azalacaq. Deməli sıxılmadır. İzotermik sıxılmadır. Bu da düzgündür. 1-4-ə baxaq. 1-4-də P-də, T-də görürsünüz düz mütənasib asılıdırlar. İkisi də artır. Deməli bu izoxor prosesdir və T artdığına görə qızmadır. İzoxor qızma düzdür. 1-5-ə baxaq. 1-5-də baxın P sabitdir. P sabitdirsə izobardır. Və T artdığına görə olacaq izobarik genişlənmə. Sonra baxaq 1-6 prosesinə. 1-6 prosesi isə olması üçün birinci izoxorsa V konstant. Onda qrafik baxın bu 1-4-ün əksi olmalıdır. Bu şəkildə olmalıydı. Ona görə bu səhv variantdır. Proseslərdən hansı vermişlər ideal qazın izotermik genişlənməsinə? İzotermik genişlənibsə T sabitdir. P də bərabərdir rho RT bölünsün M. T sabitdirsə rho genişlənmə olduğuna görə rho ilə P artmalıdır. Bu da 1-6-da yox. Bir dənə baxın. Aha, genişlənmə deyir. Üzr istəyirəm. Baxın, T konstant qalmalıdır. Genişlənmə dediyinə görə V artmalıdır. Çünki genişlənir. Ona uyğun rho azalmalıdır. O da 1-4-dədir. Cavab C variantı. Baxaq 24-də. Deməli, izotermik sıxılmadırsa, T-ni sabit götürməliyəm. T sabitdirsə, deməli, P ilə V tərs asıdır. Ya 1-3-dür, ya 1-5-dir. Sıxılma dediyinə görə V azalmalıdır. O da 1-3-dədir. Baxın, V artır, P isə artır. V azalır, P isə artır. Cavab olur B. 23-lərlə ideal qazın təzyiqinin həcmindən asılı qrafiki verilmişdir. Temperaturlar arasında hansı münasibət düzgündür? Burada, baxın, P ilə V tərsdir. Bütün nöqtələrdə T sabit qalacaq. Dəyişməyəcək. Bir qrafikinə uyğun gələn mütləq temperatur T1 200 Kelvində 2 nöqtəsinə uyğun temperatur məndən soruşur. Burada da deyir ki, mənə M konstantdır. Birinci baxaq qrafikə ki, V konstantdır da burada düzdürmü? V konstantdırsa P ilə T düz asılıdır. Bunda düz mütənasib asılıq yazıram. T1 bölü T2 P1 bölü P2-yə bərabərdir. Yəni 200 bölünsün T2 bərabərdir. P1-im nədir? P0. P2-im də 3P0. İxtisar getdi. T2 qaldı nə qədər? 600 Kelvin. Yəni A variantı düzgündür. Baxaq tez 27-yə. Məndən P2 bölü P1 nisbətini soruşur. VV bərabərdir T-yə. Deməli, burada məndən P-ni soruşur. P-ni tapanda nə etməliyəm? T-ni V-yə bölməliyəm. Düzdürmü? Burada artıq olacaq. T-ni V-yə bölürəmsə olacaq kotangens. Çünki V-ni T-yə bölsəm tangens olurdu. Belə əks olacaq. Onda görə gəlin bölək ən yaxşısı. Ondan sonra tərsini götürərik də. Məsələn, P1 bölü P2 nisbətini soruşur məndən. Onda olacaq. Kökdə 3 bölünsün 3. Bölünsün kökdə 3. Düzdürmü? 3 keçəcək aşağı. Bunlar da ixtisar edəcək. Qalacaq 1 bölünsün 3. Mən də onun tərsini götürməliyəm. Olacaq 3. Yəni B variantı. Baxa 28-ə. Uyğunluğu müəyyən edin. Deməli, AB hissəsində T konstantdır. T konstantdırsa, bu mütləq nə prosesdir? İzotermik prosesdir. Və T sabitdir, P artır. Onda V azalacaq. Olacaq izotermik sıxılma. Yəni B variantı. Baxaq 2-yə. AC prosesinə. AC prosesində baxın. P də artır və T də artır. Deməli, bu izoxor prosesdir. İzoxor qızma prosesidir. A getdi bura. Və V sabit qaldığına görə izoxor prosesdir. Bu da sıxlıq da dəyişməyəcək. D də getdi bura. AD hissəsinə baxsaq isə P sabit qalıb. Deməli, bu izobar prosesdir. İzobar və V artır, T də artır. Yəni izobar genişlənmə C variantı. Baxaq 29-a. Baxaq. Burada görürsünüz ki, T konstant qalıb. Çünki PV ilə tərs asıdır. Yəni dəyişməyən nədir? Temperaturdur. Temperatur dəyişmədiyinə görə həm qazın, yazaq burada C var. Qazın temperaturu həm də molekuların orta kvadratik sürəti. Çünki temperaturuna düz asıdır. Sonra nə artır? Qrafikdən görürük ki, P artır. B getdi bura. Azalan isə nədir? Deməli, daha doğrusu A getdi bura.
Bura A olmalıdır. Bir dəqiqə. Artan təzyiqdir. Artan təzyiqdir. Düz yazdıq. A yox, B. Elə düz yazmışdım. Artan təzyiqdir. Azalan isə həcmdir. A da getdi bura. Sonra konsentrasiyaya baxsaq. Konsentrasiya həcm harda artıbsa orada azalıb. Ona görə deməli D də getdi bura. Çünki orada deməli təzyiq artıb. Təzyiq artdığına görə konsentrasiya da artıb və orada həcm də azalıb. Baxaq 30-a. Başlanğıc temperaturu 27 Selsi və təzyiqi 200 kilopascal olan ideal qazı izoxor olaraq hansı temperatura qədər qızdırmaq lazımdır ki, onun son təzyiqi 300 kilopascal olsun. Başlanğıc temperatur T1. Sabitə Kelvinlə istəyir. 300 Kelvindir. Üstəgəl 273 yazdım. Birbaşa 300. Bu halda mənim təzyiqim 200 kilopascaldır. İzoxor olaraq V-ni sabit saxlayıram. Hansı temperatura qədər qızdırmaq lazımdır ki, onun son təzyiqi P2 olsun 300. V konstantısa P ilə T düz asılıdır. Yazıram P2 böl P1, T1 böl T2'ye bərabərdir. Yəni 200 bölünsün 300 bərabərdir. 300 bölünsün temperatur məndən soruşur T2'ye. Sıfırları apardım. Oldu 2 T2 bərabərdir 900. Buradan da T2'ni tapıram. Nə qədər eləyir? 450 Kelvin. Cavab olur 450 Kelvin. Baxaq 31'ə. Sabit həcmli və konstant. İdeal qaz K halından L halına keçdikdə onun kütləsi necə dəyişəcək? Yazaq. Mendeleyev cavab verir onu. PV bərabərdir M bölünsün M eğer T'yə. Həcm sabitdir. Qrafikdən görürəm ki, T də sabitdir. Onda M ilə R sabit isə P ilə M düz asılıdır. Onda yazıram MK bölünsün ML bərabərdir PK bölünsün PL-ə çünki düz asılıdırlar. K nöqtəsində təzyiq P0'dır, L nöqtəsində 2 P0'dır. İxtisar gedəndə nə qalır? 0,5. Yəni MK bölü ML nisbəti 0,5 verir. İzahlarına başlayaq. Hündürlüyü 30 cm olan silindirdə 27 Selsi temperaturunda qaz var. Qazı 20 Kelvin qızdırdıqda Porsche nə qədər yerini dəyişəcək. Baxın, silindirin sahəsi dəyişmir. Elə V-nin yerinə SH yazıram. Düzdürmü? Onda V ilə H düz asılıdır. S dəyişmir axı. Onda baxın belə yazıram. P konstantısa. Onda belə yaza bilərəm. Deməli, T1 bölünsün T2 bərabərdir. V ilə H düz olduğuna görə H1 bölü H2 yazıram. T1'im 300 bölünsün 320 bərabərdir 30 bölünsün H2'ye. Buradan H2'ni tapıram. 320 vurulsun 30 bölünsün 300. Bu da mənə nəyi verir? 32'ni. Deməli, əvvəl 30'uymuş. Sonra 32 olub. Nə qədər yerini dəyişib? 2 cm yerini dəyişib. Temperatur deməli 50% artanda, yəni 1,5 T1. Həcm 50% azalıb, yəni 2 dəfə azalıbdır. Təzyiqi soruşur məndən. P2 böl P1, V ilə düz tərs asılı, V1 böl V2, T ilə düz asılı, T2 böl T1. Gəl yazaq. P2 böl P1 bərabərdir. Deməli, V1'im V2 də V1 böl 2'dir. T2 1,5 T1 bölünsün T1'ə. V1'lər T1'lər ixtisar gedir, qalır 3. 3 də o deməkdir ki, deməli 200% artıb. Cavab olur B variantı. Sabit həcmli V konstantdır. Qazın temperaturu 300 Kelvin, temperaturunu daha doğrusu 300 Kelvin artıranda təzyiq 1,5 dəfə artırsa başlanğıc temperaturu məndən soruşur. V sabit isə P ilə T düz asılıdır. Baxın, temperaturu 300 Kelvin artıranda təzyiq 1,5 dəfə artdı. Yazaq. T1 böl T2 bərabərdir P1 bölünsün P2'yə. Başlanğıc temperaturu. Gəlin baxaq. T1 bölünsün T1 üstəgələ 300 bərabərdir P1 bölünsün 1,5 P1. İxtisar getdi. 1,5 T1 bərabərdir T1 üstəgələ 300'ə. 0,5 T1 300'dürsə, onda T1 olacaq 600 Kelvin. Cavab olur A variantı.
Verilmiş kütləli ideal qaz əvvəlcə izotermik genişləndirilir. İzotermik isə T konstantdır. Genişləndirildiyinə görə V artır, P azalır. Gəlin elə birinci bunu tapaq, izotermik genişlənməni tapaq. Deməli, T sabitdir, V artır, A getdi, B getdi. C'də T konstantdır, V artır, C qalsın. Deməli, D getdi, burada V konstantdır, Y də getdi. Cavab elə C olur. Gəlin yenə ikinci C-yə də baxaq. Sonra izoxor qızdırılır. İzoxor qızdırılırsa V konstantdır, bu zaman isə T artır, elə C variantı uyğun gəlir. Baxaq 5-ə. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturun asılı qrafiki verilmişdir. Qazın təzyiqinin həcmindən asılı qrafiki. Burada deyir ki, P kökaltı T ilə mütənasibdir. İndi hər iki tərəfi kvadrata yüksəltsək, bunu mütənasib kimi yazırıq da. P kvadratı T-yə bərabərdir. P də bərabərdir T-yə. Deməli, buradan P-ni tapsaq, T bölünsün V-dir. T-nin yerinə P kvadratı yazıram. Mütənasib kimi yazaq. T-nin yerinə P kvadratı yazıram. P kvadratı V. Elə bunlar ixtisar getsə, burada P-nin V-nin deməli, düz mütənasib asılı olduğunu tapıram. Baxaq 6-ya. Şəkildə sabit kütləli ideal qazın PV qrafiki verilmişdir. Deməli, VT qrafiki hansıdır? İndi baxaq. Deməli, birinci qrafikə baxsaq, 1-2-yə. 1-2 ilə necədir? Görürsünüz ki, əyridir də, yəni tərs mütənasib asılıdır. Deməli, 1-2 prosesində T sabit qalmalıdır. T sabit qalmalıdır və baxırıq ki, P azalır, V isə artır. Deməli, 1-2 prosesində T sabit qalmalıdır, V artmalıdır. Görək, harada var? 1-də var, 2-də, A variantında var. Baxın, T sabit qalıb, V artıb. Sonra B variantında da var, C variantında da, D variantında yox, Y variantında yox. İndi keçək 3-4 prosesinə. Burada yenə T sabitdir. Deməli, 3-4-də yenə T sabitdir. Deməli, burada baxın oxlara. Oxun işarəsi bax belədir, yuxarıyadır. Burada V azalır, P isə artır. 1-2-nin əksini götürəcəm. Deməli, burada onda A ilə B-nin arasında qaldım. Baxın, 3-4. 3-4-də V azalır. Sonra baxaq 1-4 prosesinə. Baxın bu prosesə. Burada V sabit qalıbdır. V sabit qalıbdır. Görürsünüz, V sabitdir. P artır, T artır. Baxın, burada verilib A variantında. Sonra bu 2-3 prosesinə baxsaq isə, burada V sabitdir, P azalır, T də azalmalıdır. Cavab elə A variantında verilib. Deməli, PT diaqramda verilmiş kütləli ideal qazın halının dəyişmə qrafiki verilmişdir. VT diaqramında bu prosesə hansı qrafik uyğun gəlir? Baxaq, 1-2 prosesində, baxın, 1-2 prosesində V sabit qalıb. Çünki P də artır, T də artır. V sabit qalmalıdır. A getdi. Y getdi. 1-2-də T artmalıdır, V sabit qalmalıdır. Hələ ki, işimiz yoxdur digər variantlarla. Sonra 2-3 prosesində isə P sabit qalır. P sabit qalırsa, onda V ilə T düz mütənasib asılı olmalıdır. Və P sabit qalır, T azalır. T azaldığına görə V də azalır. Bu da C variantındadır. Baxaq 8-ə. Verilmiş kütləli ideal qazın təzyiqinin həcmindən asılı göstərilibdir. A nöqtəsində temperatur 50 Kelvindir, B nöqtəsində qazın temperaturu məndən soruşur. P bərabərdir T-yə. Yəni T PV hasili ilə düz asılıdır. A nöqtəsində deməli deyir ki, 50-yə bərabərdir. Deməli 50-yə bərabərdir. B nöqtəsinə gələndə isə təzyiq 3, həcm 3 olacaq 9, yəni 9 dəfə artıb olacaq 450. C variantı olur. Verilmiş kütləli ideal qazın PV qrafikinə uyğun PT qrafiki hansıdır? Deməli, baxaq. Birinci 1-2 qrafikinə baxaq. Əyridir, deməli T konstantdır. T konstantdır və P azalır. Gəlin elə özümüz üçün burada çəkək. Daha rahat olar. Deməli, 1-2 qrafikində nədir? Baxın belə. 1, 2. Sonra 2-3 prosesinə baxsaq, P konstantdır. P konstantdır. Deməli, V artır, T artır. 3-4 prosesində isə V konstantdır.
V konstantı P artır, deməli T də artır. O da olacaq. Bax, bu şəkildə düz mütənasib asılıq. Bu da harda verilib? A variantında verilib. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçdi. Temperatur necə dəyişəcək? Biz bilirik ki, aşağıdakı məsələdə dedik, PV hazırlığı ilə düz asılıdır da T. Bir nöqtəsində 60'dır. 600 vur 0,1. 2 nöqtəsində deməli olacaq 100 vur 0,9 yenə 60. Aha, onda dəyişmə olmur da. Aha, onda dəyişmir C variantı. Sabit kütləli ideal qazın 4 halı 1, 2, 3, 4 nöqtələrində göstərilmişdir. Təzyiqlər arasındakı münasibəti məndən soruşur. Gəl baxaq. PV bərabərdir T-yə. Düzdürmü? Aha. Buradan təzyiqi tapsaq T-ni V-yə bölməliyik. Baxın, bir qrafik keçirsək, 3 ilə 4 bir qrafikin üstündədir, 1 ilə 2 birinin üzərindədir. Ona görə P1 P2-yə bərabərdir. P3 də P4-ə bərabərdir. Düzdürmü? Və T'yə yaxın olan daha böyükdür. Çünki T'ni V-yə bölürük. Ona görə 1, 2 bərabərdir və kiçiklər 3 və 4 bir-birinə bərabərdir. Deməli, verilmiş kütləli ideal qazın izobar prosesləri qrafiklərdə göstərilmişdir. Həcmin dəyişməsi hansı prosesdə ən böyükdür? Bütün proseslərdə həcmin dəyişməsi bərabər olacaq. Deməli, burada bizə nə deyir? PT qrafikinə əsasən verilmiş kütləli ideal qazın 1, 2, 3, 4 nöqtələrində həcmlərini müqayisə edin. Biz bilirik ki, PV bərabərdir T-yə. Buradan V-ni tapsaq, T-ni P-yə böləcəyik. İndi baxaq. Bizə gəlin 1, 2-dən belə qrafik keçirsək, gör ki, bir qrafikin üzərindədir. Ona görə burada V1, V2-yə bərabər olacaqdır. Düzdürmü? Amma 3 ilə 4 isə qrafik keçirsək, baxın 3-dən də 4-dən də. Biz dedik ki, V T ilə düzdür, P ilə tərsdir. Ona görə T-yə yaxın olan daha böyük olacaq. Ona görə 1 ilə 2 bərabərdir. 3-dən kiçikdirlər. O isə kiçikdir 4-dən. Cavab olur D variantı. İzotermik genişlənmə zamanı verilmiş kütləli ideal qazın, deməli, ideal qazın həcmi 4 kub metr artmış, təzyiqi isə 80% azalmışdır. 80% azalma da deməkdir 100 imiş, 80% azalıb olub 20%. Neçə dəfə azalıb? 5 dəfə azalıb. Başlanğıc həcmi məndən soruşur. İzotermik dediyinə görə T konstantdır, P ilə V tərs asıdır. Baxaq. P1, P2-nin yerinə də P1 böl 5 yazıram. Bərabərdir. V2-nin yerinə V1 üstə gələk 4 bölünsün V1. İxtisar getdi. 5 V1 bərabərdir. V1 üstə gələk 4. 4 V1. 4 isə V1 də 1 kub metrdir. Cavab olur 1 kub metr.